çardasan. Həsrətin yaman imiş, həsrətin yaman imiş, gözümə ürək ardasan, gözümə ürək ardasan. Dağlar duman oldu, gəl qalım yaman oldu, yar gəl. Dağlar duman oldu, gəl qalım yaman oldu, yar gəl. Aylarla vədə verdin, aylarla vədə verdin. İllər tamam oldu, gəl gəl. İllər tamam oldu, yar gəl. Aylarla vədə verdin, aylarla vədə verdin. İllər tamam oldu, gəl gəl. İllər tamam oldu, yar gəl. Durmuşam özüm yolda gəl, dolaşır sözüm yolda gəl. Durmuşam özüm yolda gəl, dolaşır sözüm yolda gəl. Yarın fərağındayım, hər gün sorağındayım. Qalıbdır gözüm yolda gəl, qalıbdır gözüm yolda gəl. Yarın fərağındayım, hər gün sorağındayım. Qalıbdır gözüm yolda gəl, qalıbdır gözüm yolda gəl. Dağlar duman oldu, gəl qalım yaman oldu, yar gəl. Dağlar duman oldu, gəl qalım yaman oldu, yar gəl. Aylarla vədə verdin, aylarla vədə verdin. İllər tamam oldu, gəl gəl. İllər tamam oldu, yar gəl. Aylarla vədə verdin, aylarla vədə verdin. İllər tamam oldu, gəl gəl. İllər tamam oldu, yar gəl. İllər tamam oldu, yar gəl. İllər tamam oldu, yar gəl. Təşəkkür edirik, çox sağ olun bu dolğun ifaya görə. Sədid müəllim, siz elm adamsınız, Azərbaycanımızın ən görkəmli alimlərindən birisiniz. Elmdə belə bir fikir var ki, həqiqət həmişə özünə yol açır. Və bizə maraqlıdır ki, elm sizə həyatda hansı həqiqətlərdən xali etdi? Elm. Mən əvvəl aşıq yaradıcılığı ilə məşğul idim. Bəli. Dərbəndi, Qarabağı, Göyçəni, Toğuzu, hamısını lentlə, aşıq havalarını lent aldım. Bəli. Dastanları lent aldım, şeirləri lent aldım. 4 magnetofonla uzanıb divana işləyirdim. Bu 100 havadan öyrəndim ki, 30'u cəngidir, yəni döyüş havasıdır, 30'u göz yaşıdır, qəmlidir, 40'ı isə sevinçdir. Deməli, xalqım ömrünün hər 100 gününü, Bəli. 30 gün düşmənlə döyüşüb, 30 gün oturub ölüsünü ağlayıb, 40 gününü də yaşayıb. Ancaq bizi qoyublar ömrümüzü 40 günlü yaşamaq, 60 günlü başımızı qatıblar. Bu torpaq, bunun şirinliyi, Azərbaycan torpağını bizə şirinləşdir. Aşıq yaradıcılığına məşğul olanda nə görsəm yaşlıdır. Bəli. Mən də gördüm ki, Koroğlu abları 14 saz havası var, 12 də kərəmi. Dastanlarla bağlı saz havası 2 dastanla böyükdür. Yəni, Koroğlu qəhrəmanlıq da aparıcıdır. Əsli kərəm məhəbbətdir. Yəni, qəhrəmanlıq mövzusu, məhəbbət mövzusu bizdə aparıcı mövzudur. Baxdım ki, Koroğlu'nun 13 havası ölləm öldürürəm. Atlı Koroğlu, Cəngi Koroğlu, Dəli Koroğlu, Sürütmə Koroğlu. Bunlar hamısı göz yaşı öldür, kan damır. Ama bir havası ağlayır, şirin qala. Uca dağ başında burun qar görünür, nə dəllər, nə çəlvillə, ala göz yar görünür. Qəhrəman hala çəkdi, göz yaşı çıxıyor, qəhrəman ağlayar mən. Mən müdafiəmə az qalmışdı, Təhmasib müəllimə dedim ki, şirin qalanı tapmamış, onun özəyini öyrənməmiş, mən müdafiə etməyəcəm. Öyrəndim ki, bu İrəvan mahalların Hallavar Pəmbə hissəsindədir. Hallavar kəndinə getdim. Bəli. Gedəndə qışın demədi,
dekabrin 12-si idi. Bəli. 69-cu il. Qar dizə çıxırdı. Dedim, qardaş, məni yorğun döşəkli yerə aparmın. Məni ən çətin yerə aparın, amma o qalanın əfsanəsini bilim, sirrini bilim, Koroğlu'na bağlılığını bilim. Getdim, Əli kişiyə qonaq qaldım. Əli kişinin yaşı 80'i geçmişdim. Dedilər, eyvanzat kəsək, dedim, lazım deyil. Akşamı yemeği hava şeydi, qonağın qeydini qal səhər yerdə. Nəyiniz var, gətirin, yiyək yataq. Bəli. Bizim yerimizi saldılar. Mən qalaya tərəf baxan yerdə yatdım. Ay doğub, yerdə qardı. Qala görkür, üstü örtülü döyür. Dedim ki, Ələmi, qalanın əfsanəsini tapıb, danış, mən yatım. Dedi, oğul, örtünə qor tökülər. Sən Allah şəhər danışım deyib, yatmayacam. Mənim övümdə ipək yorğun düşmək də var, bu cüzlərə nə düşmüşəm, o qalanı örgənməyə gəlmişəm. Mən 400 kilometr məsafəni qət edib, qalanı örgənməyə gəlmişəm. Başladım, nə başladım? Deyir, oğul, bu kətdə bir bənna işləyirdik, bir doğru vardı. Bəli. Daşı atırdı, musiki kimi o daşla oynayırdı. O qədər sənətini sevirdi. Oğlu da yerdən daş verdi. Bir gün gördü ki, oğlan daşı verir, qılşasına şu qana qatır, çiğini qatır. Belə diqqətlə baxanda gördü ki, ağca qız dağın döşündə qız otarır. Qız mahnı oxuyur. Bu oğlan da qəlbi oyanıb, artıq qız sevir. Dedi, oğul, bir gün işləməyəcəyik. Qayıtlar getdilər. Dedi, sana bir qala qəsir tikəcəm. Onun zirvəsi ilə Hallavar Pəmbək dağlarının zirvəsindən duracaq. Sizi inandırıb Pəmbək dağının üstünə çıxanda Türkiyənin kətləri əngin görükür. O qədər ucadır. Hündürlükdədir böyle. Və pəmbək də ağ bulut deyən sözdür, pambıq deyən sözdür. Pambıq kimi onun üstündə bulut yatır, gecə gündüz. 80 boy çalın, 80 boy öküzün gözünə boz gəlir, qalabaşı əlmir. Oğlan 7 ağaçlıqda daş yonur. Ata isə bunu örür. Qız hər dəfə oxuyur. A qaynata binənə vaxt qutaracaq, ha vaxt toyumuz olacaq, bu şəndən itkir. Belə vaxtda qocanın oğlu ölür, nişanlı oğlan ölür. Nəfsi oldu, aha. Öləndə, qız yeni oxuyanda deyir, o daşı əlinə alır, qala yarmış qalmasını başqa üstə gətirirlər. Daşı belə tutur, deyir, ağzacaqaz, oxuma, mənim oğlum ölübdür. Oğlumda, o daşda oğlumun əlinin hərarəti yoxdur, nəfəsi yoxdur. Mən bu yaddaşı, yad cismi qalaya qoya bilmərəm. Bilmirəm kim yonubdur. Qaladan daşını atır, daşını atır. Özü də ölür, qala o cür yanımcı qalıbdır. Demək, tarixin müəyyən kəsimində Koroğlu ya ona bənzər bir qəhrəman bu qalada qonaq qalıb, bu qəmli macəranı eşidib, o sızıltı saza keçib. Və bu müəyyən çətinliyə əlaqədar Koroğlu'ya gəlib bu avalara qarşıbdır. Bundan sonra mən gəlib bunu danışanda Təhmasib müəllim dedi ki, biz səni itirdik. Aşıq Yalacının gözəl tədqiqatçısını tapışım. Əfsanələr toplamayıbdır. Bir sətir də yoxdur, əsatir yoxdur, sərni getdi. Sərni əfsanələr apardı. Gör nə dəhşətli danışır. Mən burada bundan başqa miskin adlarla şeylər tapdım. Şah İsmail oraya göndər Türkiyəyə getmək üçün. Dağın zirvəsində 2 yerdə göl görmüşəm. Biri Dərəzdə qanlı göldür, biri Maymağın təpəsində göldür. 400 ildir Şah İsmail oraya birinci dəfə muncuq tulluyur deyə. Hərə gedəndə nəzir bir hoş muncuq tulluyur. Göl beləcə gün doğanda qefsi qüzə kimi. Ora Abdal ocağı adlanır da, səhv eləmirəmsə, eləmi? Bəli. Oradan qefsi qüzə kimidir. Gün düşəndə belə dəyərmi muncuqlar. Erməni kötanı qoşub, gölü axsın, mıncıq yıxsın. İldırım orada vurub, kötan orada sancılı qalıb, dəmir qalıbdır. Deməli, ora ziyarətə gələnlərin hər biri bir ovuç muncuq aparmalıdır. Bir gün bir erməni arvadı ilə bir toğunu gətirirlər. Gələndə deyir, hara gəlsə erməni, deyir, evladım olmur, İskin Abdala nəzir demişəm. Deyir, Abdalın ocağını mundarayacaq. Deyir, erməni, onun ocağı bu Qaratkənli koludur. Kəsir, 2-ci il bir də gələndə deyir, oğlum oldu, Abdala nəzir gətmişəm. Deyir, ay erməni, səni anlatmışam. Abdalın ocağı yuxarıda, bu kol. Deyir, ay müsəlman, ağlın olsun. Mən öydən çıxanda onun adına gəlmişəm. İstəyirsən, bir balaca daş qırır göstər.
Mən onun adı ilə gəlmişəm elə. Ona görə o aşağıya erməni ocağı deyirlər Miskin Adalı. Yuxarıya da Müslüman ocağı. Bir sözlə Sədinq müəllim, söhbətlərinizin məzmunu onu göstərir ki, elm sərkərdə, təcrübə onun əskər.